Texnovasiya. İnovativ yenilikler haqqında faydalı məlumatlar. Asan Radioda Texnovasiya. Hər vaxtınız xeyir olsun. %100 faydalı Asan Radionun efirində Texnovasiya öz işinə başladı. Texnovasiyada elm, informasiya, kommunikasiya texnologiyaları və elektron xidmətlər sahəsində edilmiş inovativ yeniliklərdən danışırıq. Verilişi sizə mən, texnologiya aləmi üzrə bələdçiniz Zaur Baxşeyev təqdim edirəm. Bugün biz azexport.az portalı haqqında danışacağıq. Mövzuya dair studiyamızın qonaqları azexport.az portalının rəhbəri Zaur Qardaşov və iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bizimlədir. Xoş gəlmisiniz studiyamıza. Xoşunuz olsun. Salamlayıram hamınızı. Suallarıma keçməmişdən öncə qeyd etmək istəyirəm ki, azexport.az resursu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında 21 dekabr 2016-cı ildə imzalanmış sərəncama əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli imkanları yaratmaqdır. Zaur müəllim, Azexport niyə məhz indi yaradıldı və onun yaradılması ixracın stimullaşdırılmasında nə dərəcədə vacibdir? 2016-cı il bilirsiniz, dərin islahatlar, iqtisadi islahatlar ili kimi yadda qaldı. Burada ixracın dəstəklənməsi üçün dövlət tərəfindən silsiləli tədbirlər həyata keçirildi. Bu deməli həm ixrac təşviq mexanizmlərinin işə düşməsi, həm investisiya mühitinin yaxşılaşdırılması və bunların məntiqi davamı olaraq Azərbaycanda istehsal olunan məhsulların vahid bazasına ehtiyac yarandı. Həqiqətən bu cür baza əvvəlcədən mövcud deyildi və hesab edirik ki, bu qərar vaxtında, zamanında verildi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən qısa bir müddətdə bu portal hazırlanaraq istifadəyə verildi. Çox gözəl. Bu daxil edilən şirkətlər, məhsullar, onlara qarşı hər hansı bir tələblər var yəqin ki və onlar hər hansı bir tələblərə uyğun olduğu halda sizin portalda qeydiyyatdan keçirlər və öz məhsullarını təqdim edirlər. Bu tələblər nədən ibarətdir? Portalın adından da göründüyü kimi söhbət gedir Azərbaycan məhsullarından təbii ki və Azərbaycanda fəaliyyət göstərən, istənilən Azərbaycan istehsalçısı və ya hüquqi formada çox adamları çaşdırır. Bu məsələn xarici şirkətlərin nümayəndəlikləri var, istehsalla məşğul olanlar. Təbii ki, onlara da şamil olunur. Eyni zamanda çoxlu sayda fiziki şəxslərimiz var. Müvafiq qaydada qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyətindən məşğul olurlar. Bunların hamısı, deməli, portal hamısı üçün açıqdır. Qeydiyyatdan keçərək öz məhsullarını yerləşdirə bilərlər. Bu qeydiyyat prosesi necə baş verir? Sadəcə olaraq azexport.az saytına daxil olmaq lazımdır. Yəni, hər hansı bir hüquqi sənəd tələb olunurmu? Deyək ki, şirkətin həqqiliyini təsdiq etmək üçün. Deməli, doğru buyurursunuz. Azexport.az saytına daxil olur şirkət sahibi və ya səlahiyyətli insan təchizatçı panelini seçir və orada ona qeydiyyat üçün iki üsul təklif olunur. Bir adi qeydiyyat, bir asan imza vasitəsilə qeydiyyat. Asan imza inteqrasiya olunduğu üçün portala bu deməli qeydiyyat prosesini dəfələrcə asanlaşdırır. Həmin sonraki mərhələdə moderator tərəfindən asan rejimdə o şirkətin portalda yerləşdirilməsi təsdiq olunur. Asan rejimdə də kifayət qədər texnoloji yeniliklər var. Şirkət öz böyününü artıq daxil etdikdə digər məlumatlar avtomatik olaraq Vergilər Nazirliyinin bazasından ona təqdim olunur. Adı, ünvanı, telefon nömrələri və ona sadəcə digər zəruri, deyək ki, əlavə telefon əlaqə nömrəsi, Skype vasitəsi istəyirsə və digər əlaqə vasitələri əlavə edərək qeydiyyatdan keçir və sonraki mərhələdə şəxsi kabinetə daxil olur və orada ona öz məhsullarını daxil etmək imkanı, üsulları video təlimatla və adi təlimat
imkanı ilə təklif olunur. Nə qədər vaxt tələb olunur portal tərəfindən bu sənədlərin təsdiqi üçün? Çox qısa bir zaman ərzində burada sənəd demək olmaz. Burada heç elektron sənəd deyək. Elektron sənəd deyək, heç bir sənəd tələb olunmur. Deməli, sadəcə vöyündən belə deyək, bütün verifikasiya prosesi baş tutur, həyata keçirilir və sonrakı mərhələdə artıq 15 dəqiqədən sonra şirkət sahibi öz məhsulunu portalda görə bilər. Təşəkkür edirəm. Texnovasiyanı dinləyirsiniz Asan Radioda və qeyd edim, bugün biz azexport.az portalı haqqında danışırıq. Studiyamızın qonaqları Azexport portalının rəhbəri Zaur Qardaşov və iqtisadçı ekspert Vüqar Bayramovdur. Texnovasiya. İnovativ yeniliklər haqqında faydalı məlumatlar. Asan Radyoda Texnovasiya. Asan Radioda Texnovasiyanı dinləyirsiniz. Bugün biz azexport.az portalından danışırıq. Qeyd etmək istəyirəm ki, studiyamızın qonaqları var. Portalın rəhbəri Zaur Qardaşov və iqtisadçı ekspert Vüqar Bayramov bizimlədir. Bildiyimə görə saytda yerləşdirilən məhsullar dünyanın populyar elektron satış şəbəkələri ilə də inteqrasiya olunub. Orada məhsullarımız həm reklam edilir, həm də satılır. Məsələn, Çinin dünyaca məşhur elektron ticarət şirkəti olan Alibabada. Mətbuatda oxuduğum məlumatlara görə bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trump Alibabanın qurucusu və rəhbəri Jack Ma ilə görüşü olub. Görüşün mövzularından biri də Amerika məhsullarının Alibaba vasitəsilə Çin və digər beynəlxalq bazarlara çıxarılması məsələsi olub. Reallıqda isə Azərbaycan bu məsələdə daha erkən addım atıb, bildiyimə görə, və Azexport Alibabanın qızıl üzvüdür. Bu da əlbəttə ki, bu xoş məqamlardan biridir. Vüqar müəllim, Azexportun beynəlxalq elektron ticarət arenalarında təmsil olunmasını necə dəyərləndirmək olar? Əvvəla qeyd etmək istərdim ki, bu təşəbbüs sadəcə bir portalın yaradılması deyil. Bu əslində vacib bir təşəbbüsdür. Baxmayaraq ki, söhbət portalın yaradılması və ondan istifadədən gedir, amma ümumiyyətlə iqtisadi inkişaf ilk növbədə informasiyanın çatdırılması və yayılmasından asılıdır. Və bazarın tapılması informasiyanın bölüşdürülməsi ilə bağlıdır və bu portal imkan verir ki, yerli şirkətlər şirkətlə bağlı, şirkətin öz məhsulları ilə bağlı məlumatları kifayət qədər geniş bir auditoriyaya bölüşdürə bilsinlər. Eyni zamanda təbii ki, birbaşa həmin portala müraciət edərək istər yerli, istər xarici şirkətlər Azərbaycan şirkətləri və Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullarla bağlı məlumat əldə edə bilirlər. O baxımdan informasiyanın paylaşdırılması baxımından çox ciddi bir təşəbbüs. Əslində qeyri-neft sektorunun inkişafı da həmin informasiyaların hansı səviyyədə paylaşdırılmasından, beləcə də Azərbaycanda istehsal olunan Azərbaycan Made in Azərbaycan brendi kimi gələcəkdə populyarlaşması hədəflənən malların beynəlxalq bazarın iştirakçıları təqdimatı ilə bağlıdır. Və qeyd etdiyiniz kimi kifayət qədər aparıcı elektron ticarətlə məşğul olan şirkətlər və zülmədən qeyd etdiyiniz Alibaba ilə əməkdaşlıq təbii ki, müsbətdir. Müsbət bir adım, çünki biz öncə də müzakirə etdik ki, xeyli portal olan vizitorların çox böyük bir qismi məhz həmin şirkətlər üzərindən portala daxil olurlar. Azərbaycan məhsullarla bağlı məlumat alırlar və nəticədə bu imkan verir ki, nəzərə alsaq ki, söhbət kifayət qədər çoxlu sayda izləyicisi olan, gündəlik kifayət qədər çoxlu vizitorlar olan portallardan gedir. Və Azərbaycan portalının həmin portalların inteqrasiyası artıq şirkətlərə imkan verir ki, birbaşa həmin portallar vasitəsilə öz məhsullarını daha geniş auditoriyaya təqdim edə bilsinlər. Bu, o baxımdan vacibdir ki, bu məhsulların satılması baxımından vacibdir. Realizasiya çox vacibdir, çünki bu imkan verir ki, məhsulların satışına həyata keçirmək mümkün olsun. Bu, tərəfdaşların tapılması baxımından vacibdir. Yəni, iqtisadiyyatımız üçün vacib amillərdən biri saymaq olar. Sözsüz təbii ki, tərəfdaşlar, çünki iqtisadiyyat nəyin üzərində qurulur? Məhsulun istehsal edilməsi, satılması və ölkəyə valyutanın və eləcə də şirkətə valyutanın daxil olması. Bu portal imkan verir ki, istehsal olunan məhsulları təqdim etmək mümkün olsun, geniş auditoriyaya təqdim etmək mümkün olsun, yalnız ölkə daxilində deyil. Bu portal imkan verir ki, həmin təqdimat vasitəsilə həm də xarici tərəfdaşlar tapmaq mümkün olsun. Bu, həm məhsulların satılması baxımından xarici tərəfdaşların tapılmasıdır, həm də təbii ki, gələcəkdə birgə layihələrin və birgə investisiya proqramının həyata keçirilməsi baxımından xarici tərəfdaşların tapılması üçün vacib bir şərtdir. O baxımdan portal bir mənalı şəkildə postneft dövrünün çağırışlarına uyğundur. Çünki postneft dövrünün hədəfi ondan ibarətdir ki,
Azərbaycan brendi dünyada məşhurlaşsın. Azərbaycanın qeyri-neft ixracatı artsın. Çünki məqsəd neftdən asılılıq aradan qaldırmaqsa, Qeyri-neft sektorunun inkişaf məsələsi. Qeyri-neft sektoru inkişaf etməlidir. Və qeyri-neft sektorunun inkişafı birbaşa həm də onun ixrac qabiliyyətindən asılıdır. Biz qeyri-neft sektoru nə qədər çox məhsul ixrac etsə, bir tərəfdən həmin sektor genişlənəcək, digər tərəfdən bu imkan verəcək ki, ölkəyə daha çox valyutanın daxil olmasına nail ola bilər və nəticədə bu imkan verəcək ki, əslində bizim sadəcə portal kimi baxdığımız bir təşəbbüs əslində qeyri-neft sektorunun inkişafına və bugünkü çağırışlara uyğun olaraq formalaşmış bir layihə və təşəbbüsdə və nəticədə təbii ki, portalın formalaşması, inkişaf etməsi və gələcəkdə təkmilləşməsi də nəticə etibarilə qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfləri dəstəkləmiş olacaq. Zaur müəllim, digər elektron ticarətlə məşğul olan şirkətlərlə də bir əməkdaşlıq gözlənilirmi? Deyək ki, Amazon kimi, böyük bir Amazon şirkəti kimi və yaxud da eBay kimi. Əlbəttə, portalın inkişaf strategiyasında mövcud əməkdaşlıq etdiyimiz beynəlxalq portalların sayının genişləndirilməsi dayanır. Biz ən böyük, daha çox əhatə dairəsinə malik portallardan başlamışıq. Bu SNG rus dilli bölgəni əhatə edən Olbiz portalıdır və Çin və təkcə Çini yox, demək olar hazırda bütün kontinentləri əhatə edən Alibaba portalıdır. Növbəti hədəfimizdə Amerikanın eBay və Amazon portallarıdır. Təbii ki, bu portallar vasitəsilə qida məhsulların satışını həyata keçirmək olmur. Ona görə də biz ixracımızda, bugün qeyri-neft ixracımızda daha çox qida məhsulları üstünlük təşkil etdiyi üçün bu portallara inteqrasiyanı biz sonraki mərhələyə saxlamışıq. Düşünürəm ki, və uğurla da hamısının ötəsindən gəlmiş olacaq. Ona görə ki, həqiqətən də inkişafımızda da böyük rol və amillərdən biri saymaq olar. Çünki mütəxəssislərin fikrinə görə elə 2016-cı ildə, yəni ötən il yaxın 3-4 ildən söhbət gedir. 2012-ci, 2013-cü illərdən sonra ən yüksək məqamlarını yaşayıb, hətta bir neçə dəfə elektron ticarət artıb və günün bu günündə də aktiv məsələlərdən biridir. Ona görə ki, istənilən texnologiya inkişaf etdikcə və bunun satış məsələsi, satış metodları da dəyişir və təbii ki, onun inteqrasiyası da vacib məsələlərdən biridir. Ölkəmiz üçün də vacib amillərdən biri kimi dəyərləndirmək olar. Texnovasiyanı dinləyirsiniz və qeyd etmək istəyirəm, bugün biz azeksport.az portalından danışırıq. Texnovasiya. İnovativ yeniliklər haqda faydalı məlumatlar. Hasan Radyo'da Texnovasiya. Yeni qoşulan dinləyicilərimizi bir daha salamlayıram. %100 faydalı Hasan Radionun efirində Texnovasiyanı dinləyirsiniz. Texnovasiya elm, informasiya, kommunikasiya texnologiyaları və elektron xidmətlər sahəsində edilmiş innovativ yeniliklərdən bəhs edir. Verilişi sizə mən Zaur Baxşev təqdim edirəm. Bugün də olduqca maraqlı bir mövzumuz var. Bugün biz azeksport.az portalından danışırıq və qonaqların portalının rəhbəri Zaur Qardaşov və iqtisadçı ekspert Vüqar Bayramov bizimlədir. Bir daha sizi salamlayıram. Xoş gəlmisiniz. Mövzumuza davam edirik. Zaur müəllim, ilk satışlar barədə istəyərdim danışasınız. Artıq satışlar olubmu? Hansı ölkələrə satılıb və nə satılıb? Bəli, ilk satışlarımız yeni ilin ilk 10 günlüyündə baş tutdu. İlk satış təbii ki, hamımız üçün çox önəmli idi və bu Azərbaycanın bir kosmetika istehsalçısı tərəfindən həyata keçirildi Rusiyaya. Və təbii ki, sevindirici hal idi, amma sonraki mərhələdə də kifayət qədər bizə deməli sorğular daxil olub müxtəlif məhsullarla bağlı 6-7 müxtəlif ölkələrdən. Buradakı sorğuların, məhsulların arasında deməli mən qeyd etmək istəyərdim, bəlkə iş adamlarına da bu maraqlı olar. Nar şirələrindən bağlı sorğularımız var, makaron sorğuları var. Bunlar topdan satış sorğularıdır və kifayət qədər Azərbaycan üçün yeni bazarlardan Və daha çox yəni yeyinti, ərzaqla bağlıdır. Bəli, daha çox yeyinti ilə bağlıdır. Deməli, Azərbaycan çayı ilə bağlı ciddi sorğular daxil olmuşdur. Və biz dərhal bu cür sorğuları deməli şirkətlərə yönəldirik. Təbii ki, moderator onu ilkin olaraq yoxlayır. Ciddiliyini və
topdan satış segmentidir və ya pərakəndədir və avtomatik olaraq portalda qeydiyyatdan keçmiş, həmin məhsulu təqdim etmiş şirkətin şəxsi kabinetinə sorğu yönləndirilir və sonra da təbii ki, bu sorğunun emalı və aparılan danışıqların nəticəsi izlənilir. Vüqar müəllim, Qida məhsulları olması da normaldır. Çünki Azərbaycanın qeyri-neft ixracatının təxminən 70%-ni aqrar məhsullar təşkil edir. Sadəcə burada həməcə portalın özəlliyi və önəmli ondan ibarətdir ki, artıq o emal edici qida aqrar məhsulları dünya bazarına çıxarma imkanı verəcək. Çünki adətən biz xam mal formasında öz kənd sıratı məhsullarımızı Rusiya və digər bazarlara çıxarırıq. Amma portal həmin o qida məhsullarının təqdimatı baxımından, yəni artıq emal edilmiş kənd sıratı məhsullarının xam mal formasında deyil, emal edilmiş formada və yalnız Rusiya bazarlarına deyil və digər bazarlara çıxış imkanları verəcək. Çünki biz kənd sıratı ixracatının strukturuna diqqət yetirsək, 90% Rusiya bazarına gedir. Əvvəlcə ölkə prezidentinin də tapşırığı ondan ibarətdir ki, Azərbaycan məhsulları yeni bazarlara çıxış imkanları əldə etsinlər. Və portal da əslində yeni bazarlara çıxış baxımından vacibdir. Çünki portal yalnız rus dilində deyil, həm də ingilis dilində informasiyalar təqdim edir və nəticədə bu imkan verir ki, artıq biz o yeni bazarlardan investorları, tərəfdaşları cəlb edə bilək və prezidentin tapşırığı uyğun olaraq həmin məhsulların ənənəvi deyil, yeni bazarlara çıxış imkanları təmin olunsun. məhsulların çatdırılması, yəni nəqliyyat, logistika məsələləri necə baş verir? Hazırda portala 3 tipdə nəqliyyat, logistika şirkətləri avtomatik rejimdə inteqrə edilib. Bunlar mikro ekspres daşıyıcılardır, konsolidə edilən orta yüklərdir və konteyner tipli daşıma ilə məşğul olan şirkətlər inteqrə edilib. Ümumiyyətcə biz portalın hazırlanması ərəfəsində 40-a yaxın yerli logistika və nəqliyyat şirkətindən görüşlər keçirmişik, onların problemlərini öyrənmişik, bu sahədə mövcud vəziyyəti dinləmişik və biz çalışmışıq daha çox sayda şirkət portalda təmsil olunsun. Təəssüf ki, bir çox şirkətin o daxili elektron idarə etmə baxımından, yəni portala avtomatik rejimdə inteqrasiya olunub tarif verə bilmə imkanı yox idi. Bunu edə biləcək şirkətləri biz ilkin mərhələdə inteqrə etdik. O cümlədən Azərpoçt ilk dəfə olaraq özünün proqram təminatını hazırladı. Yəni artıq məhsul seçiləndə sayı, həcmi seçilərkən Azərpoçt tərəfindən avtomatik qiymət hesablanır və onu belə deyək ki, poçtdan soruşmağa ehtiyac yoxdur və o məhsulun qiymət dəyərinin üzərinə əlavə edilir. Yəni bu cür halların olması yaxşıdır o baxımdan ki, bu tək bizim portal üçün olunmuyub. Gələcəkdə digər elektron ticarət portalları da milli daşıyıcı şirkətin bu xidmətlərindən asanlıqla istifadə edib onu inkişaf etdirə bilər. Çatdırılma barədə elə mənim bir-iki sualım da var. İlerleyen dəqiqələrdə olacaq. İndi isə qısa bir araya ayrılırıq. Texnovasiya. İnovativ yeniliklər haqqında faydalı məlumatlar. Asan Radyo'da Texnovasiya. Asan Radyoda Texnovasiya davam edir. Bugün biz azexport.az portal haqqında danışır. Qeyd etmək istəyirəm, studiyamızın qonaqları var. Portalın rəhbəri Zaur Qardaşov və iqtisadçı ekspert Vüqar Bayramov bizimlədir. Siz bu bir şey əlavə etmək istəyirəm. Bu fəaliyyətin bir multi-effekti də vardır. Əgər nəqliyyat və logistika cəlb olunursa, nəticədə onların inkişafına töhfə vermiş olur. Bank sektorunun inkişafına töhfə vermiş olur. Söhbət təbii ki, bəlkə də dolayı töhfədir, amma əgər digər sektorlarda xidmətlərdən istifadə olunursa, məsələn, çatdırma ilə bağlı öncə də qeyd olundu. Bu demək ki, artıq hansı bir şirkətə sifariş verir və şirkətə ödəniş olunur. Ona görə də portaldakı fəaliyyət yalnız bir tərəfli və ya şirkətlərin yalnız məhsulun satışı yox, eyni ilə xidmət məsələlərində. Eyni zamanda yalnız məhsulun satışı ilə məşğul olan şirkətin gəlir əldə etməsi və töhfə görməsidir, həm də digər şirkətlərin, hətta onun həmin şirkətin çalışmadığı sektorlarda olan nəqliyyatdır, rabitədir, bu şirkətlərdə, bu sektorda olan şirkətlərin də faydalanmasına imkan verir və nəticədə portal nə qədər inkişaf edəcəksə və nə qədər çox məhsul sifariş veriləcəksə və satılacaqsa, bu artıq multi olaraq
digər sektorlarda fəaliyyət göstərən şirkətlərin də bu fəaliyyətdən faydalanmasına imkan yaradacaq. Zaur müəllim, bu çatdırılma məsələsində bəzən olur ki, çatdırılan məhsullarda hər hansısa bir qüsur olur, hər hansısa bir bu texniki səbəblərdən və yaxud da çatdırılma prosesində elementar olaraq kiçik bir hətta telefonu bir sifariş verdikdə sındırılır, çatdırılma qaydasına düzgün getirilmir qaydalarına əməl olunmur. Və bu məsələdə bir çox hallarda onlar satıcı ilə alıcını əlaqələndirən portal bu məsələyə qoşulur və hüquqlarını, yəni alıcının hüquqlarını satıcıdan tələb edir. Bu məsələdə Azeksport hansı təsirləri ola bilər? Bu təhlükəsizlik məsələsi təbii ki, çox vacibdir. Bu sonunda inam doğurur alıcı tərəfindən portala və portalın sonraki davamlı inkişafı ilə bilavasitə bağlı bir məsələdir. Və bu sahədə bu təhlükəsizliyin təmin olunma, ödəniş, çatdırılma, biz bunlara bir baxırıq. Çünki bu texnologiya artıq dünyada kifayət qədər inkişaf edib və biz o texnologiyaların sadəcə Azərbaycana gətirməklə, tətbiq etməklə bu problemi aradan qaldırmaq istəyirik. Escrow ödənişləri, escrow ingilis terminologiyasıdır, artıq illərdir elektron ticarətdə bütün dünyada geniş yayılıb. Bunu sadə dildə desək, bütün iş adamları bunu dərhal başa düşəcək. Bu adi akreditivin elektronlaşmış bir formasıdır. Sadəcə akreditiv açmaq üçün onlarla sənəd tələb olunur, həftələrlə banka gediş-gəliş tələb olunur, həm alıcı tərəfindən, həm satıcı tərəfindən. Escrow ödəniş prosesi isə belə deyək, bir-iki tıklama ilə, bir-iki məlumatları daxil etməklə baş tutur, həyata keçirilir və klassik akreditiv sxemində olduğu kimi məqsəd nədir? Vəsait alıcı tərəfindən sistemə daxil edilən, ödənilən vəsait müəyyən bir əvvəlcədən razılaşdırılmış müddətdə dondurulur. Nə satıcıya verilir, nə alıcıya. Əməliyyat baş tutduqda, alıcı məhsulunu aldıqda və hər iki tərəf öz razılığını bildirdikdə girib sistemdə bunu təsdiqləyir müvafiq qaydada. Ondan sonra sistem bu pulu, necə deyərlər, satıcının hesabına buraxır, azad edir. Bu mexanizm bizim hazırda, düzdür, milli ödəniş sistemlərimiz bu mexanizmi təklif eləyə bilmir. Təəssüf ki, bu istiqamətdə də biz işləyib bu cür mexanizmi birgə hazırlamaq istəyirik, Azəri kartla və ya milli kartla. Ancaq bu mexanizmini təklif eləyən biz beynəlxalq ödəniş sistemlərini inteqrasiya eləmişik, həm mikro ödəniş, həm makro ödəniş. Ona görə bundan istifadə etməklə deməli həm alıcı, həm satıcı kifayət qədər prosesi təhlükəsiz formada alqı-satqı prosesini həyata keçirə bilər. Bundan əlavə digər yeniliklər də var. Buyurun. Məsələn, nəqliyyatçının üzərinə götürdüyü çatdırılma, yəni öhdəliklər, nəqliyyatçıyla müvafiq düzgün müqavilə bağlanılarsa, o həm onun sığortasını təmin edir, həm onun deməli gömrük prosedurlarını həyata keçirir. Necə deyirlər, indi elektron ticarətdə door-to-door xidmətlərinə ehtiyac daha çoxdur. Yəni qapıdan alır, qapıda verir. Zaur müəllim, bir çox portallarda, yəni mən nümunə olaraq elə Alibabanı, AliExpress-i götürmək istəyirəm. Orada alıcı, satıcı barədə malı aldıqdan sonra, məhsulu aldıqdan sonra onun barədə bir rəy bildirə bilir və yekun olaraq isə bir reytinq formalaşır. Hansı satıcının reytinqi yüksəkdirsə, təbii ki, onlar daha çox satış əldə edə bilir, satış edə bilirlər. Bu Azeksportda belə bir şey mövcuddurmu? Reytinq göstəricisi və yaxud da hər hansı bir şikayətlər harasa yazılırmı? Təbii ki, 5 ulduzla qiymətləndirilən sadə bir reyting sistemimiz var. Alış-veriş prosesi baş tutduqda, başa çatdıqda
alıcıya təklif olunur ki, satıcının müvafiq kriteriyalar üzrə qiymətləndirilsin və sonunda bu satıcının sonraki mərhələlərdə təklif etdiyi məhsullarda və ümumiyyətlə xidmətlərdə bu görsənir. Saatımızın sonuna çox az bir müddət qalıb. Ona görə də yekun olaraq bir sual vermək istəyirəm. Azərbaycanlı iş adamlarına mövcud ixrac həcmini artırmaq və ya məhsulunu ixrac etmək üçün hansı tövsiyələriniz olar? Buyurun, hər biriniz deyə bilərsiniz. Buyurun. Təbii ki, portal yaratmaq vacib məsələ idi. Portal hazır fəaliyyət göstərir. Ancaq Azərbaycanlı iş adamları onu da bilməlilər ki, portal sadəcə bir vasitədir. Kommunikasiya vasitəsidir, yeni kanaldır, bazara çıxış kanalları, yeni bazarlara çıxış üçün əlverişli vasitədir. Bu əlverişli vasitədən səmərəli istifadə etmək üçün daha çox məhsul istehsal etmək lazımdır. Yeni çeşidlərlə Keyfiyyətli məhsul olmalıdır. Keyfiyyətli məhsul olmalıdır və təbii ki, biz də öz tərəfimizdən verdiyimiz sözlərə əməl edərək mütəmadi olaraq iş adamlarından təmənnasız deməli xarici bazarlar barədə məlumatları bölüşəcəyik. Daha çox hansı bazarlarda hansı məhsullara ehtiyacları var və iş adamı bunlara uyğun olaraq öz istehsalat planlarını qurmalıdır, gələcək istehsal planlarını qurmalıdır, investisiya planlarını qurmalıdır. Və ümid edirəm ki, bu qarşılıqlı əməkdaşlıq çərçivəsində bunlara nail ola biləcəyik. Vüqar müəllim, sizin tövsiyəniz nə olardı? İxracatın artırılması vacibdir və qeyri-neft sektorunun xüsusən fəaliyyət göstərən şirkətin ixrac qabiliyyətinin artırılması olduqca vacibdir. Bazarların diversifikasiyası olduqca vacibdir. Bir bazardan asılı olmamalıdır sahibkar. Bir neçə bazara çıxış imkanı əldə etməlidirlər və eyni zamanda ənənəvi bazarlara deyil, yeni bazarların çıxış imkanlarının artırılmasına ehtiyac var. Bu nəzərə alsaq ki, Azərbaycan elə bir bölgədə yerləşir ki, kifayət qədər böyük, ətrafımızda kifayət qədər böyük üdeyim var, böyük iqtisadiyyat var və 450 milyon istehlakçısı olan Avropa Birliyi var. Ona görə də yeni bazarlara çıxış imkanlarının artırılması, keyfiyyət standartlarının tətbiq edilməsi və daha keyfiyyətli, daha rəqabətli qabiliyyətli məhsulların istehsal edilməsinə ehtiyac var. Amma bütün hallarda sahibkarın məncə əsas məqsədi ixrac olmalıdır. Təbii ki, daxili bazara məhsulun çıxarılması vacibdir. Amma ixrac ona görə məqsəd olmalıdır ki, bu ölkəyə valyutanın daxil olmasına imkan verir. İxrac ona görə məqsəddir ki, bu sahibkarın daha rəqabət qabiliyyətlidir. Çünki daxili bazarda rəqabət digər bazarlara müqayisədə daha aşağı olur və artıq yeni bazara çıxırsansa daha ciddi rəqabətlə üzləşirsən və də təbii ki, sahibkarın işinə və onun istehsal etdiyi məhsulun keyfiyyətinə təsir göstərir. Təşəkkür edirəm hər birinizə və qeyd etmək istəyirəm ki, bugün biz azexport.az portalının fəaliyyətindən danışırdıq. Qonaqların portalının rəhbəri Zaur Qardaşov və iqtisadçı ekspert Vüqar Bayramov idi. Texnovasiyadan bu həftəlik bu qədər deyirəm. Növbəti həftə eşilərik. Sağ olun.